Salam əziz izləyicilər. İndi də 4-cü qrup kimya qəbul testinin izahını verəcəm sizə. Bu mənim şagirdimin testidir. Bu şagird indiyə kimi sınaqlarda həmişə 30 düz yazıb. İndi gəlin görək qəbul imtahanında neçə düz olub. Gəlin birlikdə yoxlayaq. Deməli 31-ci sualda deyir 3 amin propan turşusu ilə izomer olan maddəni göstərin. Deməli 3 amin propan turşusu. Propan turşusu deyirsə 3 karbon var, 3 amin deyirsə sağdan sola nömrələnib, deməli artıq burada amin qrupu var, CH2, NH2, CH2, COOH. Bu 3 amin propan turşusudur. İndi bundan izomer olan maddə. Deməli burada yazıb B variantı, bəli 3 karbon, bu bunun izomeridir artıq. Burada da 2 amin propan turşusudur. Doğru cavab B'dir, bəli doğru yazıbdır. İkinci suala baxaq, 32-ci suala. Deməli x plus y 0,175 olduqda A2B birləşməsinin dissosiasiya dərəcəsini hesablayın. Bizə qrafikdə nə verib? A2B-nin mol miqdarı aşağıda verilib və x, y burada birinə A yazılıb, A müsbət, birinə B2 mənfi. Deməli A2B-nin mol miqdarı 0,2 olanda burada A-nın mol sayı x olur. A2B-nin mol sayı 0,6 olanda B-nin mol sayı y olur. Deməli x ilə y gəlin tapaq. Bir dənə A2B-nin içində neçə A müsbət iyonu var? 2 A müsbət. Yəni A2B dissosiasiya eləsə oradan 2 A müsbət əmələ gəlir. Yəni birində ikisi var. İndi bu da 0,2 mol verir qrafikdə bizə. 0,2 molunda nə qədər A müsbət iyonu var? Bu da x yazırıq. Qrafikdəki x-i qeyd edirik. X də bərabər olacaq 0,4-ə. Eyni qaydada gələk indi B-yə. A2B-də bir dənə B2 mənfi iyon var. Yəni bir dənədir də normalda formulunda. Yəni birində bir dənə B2 mənfi iyonu var. Bəs 0,6-sında nə qədər olar? Buna da y qoyarıq. Y də bərabər olar 0,6-ya. Və x ilə də y-in cəmi 0,4 ilə 0,6-nın cəmi eləyər 1. İndi bizə deyir x-in y-in cəmi 0,175-dir. Dissosiasiya dərəcəsini deyir hesablayın. Deməli normalda yəni 1 olmalıdır, amma 0,175-dir. Yəni nə qədər dissosiasiya etsə oradan 1 yox, cəmi 0,175 olar iyon sayı. Yəni bu 0,175 1-in neçə faizini təşkil edir? Biz onu tapmalıyıq. Tənasüblə desək 1-ə 100% isə 0,175-i də 2. İndi 0,175-i 1-ə bölüb vururuq 100-ə, 100%. Bu da eləyəcək 75%. Doğrudur, 75%. D variantı doğrudur. Keçək 33-cü suala. Deməli, x üstəgəl dəmir alınıb y üzərinə kalium H. Deməli, burada elə Aytənin yazdığı variantın üzərindən geçsək. Deməli, burada H xlorun üzərinə dəmir gələndə buradan alınır dəmir xlor 2. Yəni, bu H xlor olsa, buradan alınır dəmir xlor 2. Plus H2. İndi dəmir xlor 2-nin üzərinə də kalium H gəlsək, buradan da dəmir OH2 ilə kalium xlor alınır. Bəli, Z maddəsi olar dəmir OH2. Dəmir OH2-nin üzərində də x də H xlordur da. Təzədən H xlor gəlsək, buradan dəmir xlor 2 əmələ gələr. Yəni Y maddəsi təkrar alınır. Bəli, Y variantı doğrudur. Doğru yazıbdır. Deməli, 34-cü sualda x və Z maddələri üçün ümumi olan nədir? Görürük ki, asetilen trimerləşir. Birinci asetilenin əmsalında 3 var. Trimerləşməsini alınır benzol, C6H6. Yəni, kənarda yazaq X maddəsi C6H6-dır. Sonra üzərinə etilen gəliblər, C2H4. Benzolun üzərinə etilen gələndə buradan alınır etil benzol. Artıq Y maddəsi etil benzol. Açıq şəkildə yazsaq CH2, CH3. Z maddəsi isə Y-dən bir mol hidrogen çıxıb. Yəni etil benzol dehidrogenləşib. Bu zaman da artıq etil radikalı vinil radikalına çevrilir. Olur vinil benzol. CH2, CH2. Deməli bu da Z maddəsi. İndi bizə nə deyir? Deyir X və Z maddələri üçün söhbət X-dən bir də Z-dən gedir. Bunlar üçün ümumi olan nədir? Karbonun kütlə payı. Deməli Z maddəsində qapalı yazsaq, bu da C8H8-dir. Hər ikisinin sadə formulu indeksləri 6 yaxsar getsə, bu da CH-dır, bu da CH-dır. Onda burada karbon və hidrogenin kütlə payları hər iki maddədə bərabərdir. Yəni, birinci X-də karbon neçə faizsə, Z-də də o qədərdir. Eynilə də hidrogen. Onda birinci doğrudur. Düz yazıb bir doğru. Ümumi formula. Ümumi formulları eyni deyil, xeyr.
Bu yanlışdır. Bromlu suyu rəngsizləşdirməsi. Bu da yanlışdır. Çünki benzol rəngsizləşdirmir bromlu suyu. Amma strol rəngsizləşdirir. Karbon atomların hibrid vəziyyəti. Benzolda da bütün karbonlar sp2 birləşməyə malikdir. Strolda da vinil radikalındakı karbonlarda, siklindəki karbonlarda hamısı sp2-dir. Onda hibrid vəziyyəti eynidir, düzdür. Polimerləşmə reaksiyasına daxil olması. Deməli, benzol polimerləşmə reaksiyasına daxil olmur, amma strol olur. Aromatik karbohidrogen olması, bəli, bu ümumidir. Yəni, həm benzol, həm strol aromatik karbohidrogendir. Aren deyil, strol aren deyil, benzol arendir. Amma aromatik karbohidrogen sayılır. Deməli, 1, 4, 6 C variantı, bəli, bu da doğrudur. Hələ ki, yaxşı gedir, amma suallar hələ ki sadədir. Deyir, eyni maddənin məhlullarını qarışdırdıqda birinci qabda 19%, ikinci qabda isə 22% məhlul alınarsa, Y hesablayın. Deməli, əvvəlcə belə deyək də, baxaq bir dənə faizlərə 100 qram X faiz, 60 qram Y faizi, A qram X faiz, A qram Y faiz. Aha, burada artıq yəni ipucu deyək də, yəni birinci oradan başlayacaq. A qram X faizi, A qram Y faizi. Biz bilirik ki, bərabər kütləli məhlullar qarışdırılanda, axırda yekunda alınan məhlulun faizi qatılığı həmin o verilən faizlərin ədədi ortası olur. Yəni, burada A qram X faizi, A qram Y faizi deyirsə, bu yekunda burada amiqason X-lə Y-in cəminin yarısı olacaq. Və bizə də deyir ki, ikinci qabda 22% məhlul alınarsa, yekunda burada 22% məhlul alınır. Deməli, X-lə Y-in cəminin yarısı 22-dir. Bu arada X-lə Y-in cəmi də olacaq 44. Aha, bu oldu 44. Keçək digər məhlula. Burada da birinci qabda verib 19%. Burada nə etmək olar? Burada elə amiqason düsturunda qoyaq yerinə. Yəni, amiqason bərabərdir. Yəni, 19 bərabərdir. M1 amiqa 1, yəni 100 vur 2, yəni 100x. Üstə gəl, M2 amiqa 2, yəni 60 vur y, yəni 60 y. Məxrəcdə də 100-lə 60-ın cəmi eləyir 160. Aha, deməli, burada hesablayaq. 100x-lə, əvvəlcə belə eləyək də, 100x, buradan sıfırları atmaq olar, yəni bir dənə sıfır ataq heç olmasa. Olsun 10x, 6y, məxrəcdə də 16. Deməli, yazarıq ki, sürətdə 10x üstə gəl 6y bərabərdir. 19-u vurarıq 16-ya. 19-u da 16-ya vuraq, dənə eləyəcək. Deməli, 304. Buradan deməli 10x-in 6y-in cəmi 304-dür. Biz də yuxarıda da qeyd eləmişik ki, tapdıq ki, x-in y-in cəmi 44-dür. X-in y-in cəmi 44-dür. Burada da deməli aşağıdakı tənliyi də vurarıq 6-ya. Bunlar 6x, yəni vuraq, ya da 10-a vurarıq. Ya x-lər gəlsin, ya y-lər. 6-ya vursa olar 6x, üstə gəl 6y bərabərdir. 44-ü də vuraq 6-ya. Bu da 264. İndi artıq bu iki tənliyə baxırıq. Bu tənliklə bu tənliyə. Tərəf-tərəfə çıxsaq, 10x-dən 6x-in çıxanır 4x, 6y-dən 6y çıxılır, gedir, 4x bərabərdir. 304-dən də 264-ün çıxırıq. Bu da eləyəcək 40. Onda x də bərabər olacaq 10-a. X də 10-dursa, y neçə olar? X-dən y-in cəmi 44-dür də. Y də olacaq 44-dən 10 çıxanda 34. Aha, deməli 34 olacaq və doğru alıbdır. Doğru cavabdır da. Keçək növbət suala. 36-cı sualda deməli, deyir maddələr yanma istiliyi, kütləsi, yanma zamanı ayrılan istilik. Demək, yanma istiliyi nədir? Biz bilirik ki, yanma istiliyi maddənin 1 molu yanarkən ayrılan istilikdir. Yəni, 1 mol da onun nisbi molekul kütləsidir. Yəni, nisbi molekul kütləsinə uyğun gələn istilik miqdarıdır. Hidrogenin nisbi molekul kütləsi neçədir? 2 qram. Deyərik ki, 2 qrama 286 kilojul istilik uyğundursa, indi 1 qram yanıb. Buna da Q1, buradan da Q1 bərabər olar. 286 2-yə bölündə 143. Aha, bu oldu 143. Sonra digərində də yenə asetilen əmiri 26-dır. Deyərik ki, 26-ya 1300-dürsə, 1300. İndi 13 qram verib bizə cədvəldə. 13-ə də Q2. Buradan da Q2 bərabər olacaq. Bu da 2 dəfə azalıb. 650. 143, 650. Bəli, Y variantı doğru cavabdır. Aha, davam edək. Yaxşı gəlir. Hələ ki, inanıram, yaxşı olacağından.
İnşallah həmişəki kimi bu dəfə də 30 olar. Deməli, XgSO4 ilə NH2 qırsaydı. Burada deyir ki, oksigen atomlarının sayı, daha doğrusu hidrogen atomlarının sayının oksigen atomlarının sayına olan nisbəti 10 bölünsün 7 kimidir. Sürətdə hidrogen atomunun sayını yazaq. Neçə hidrogen var? NH2-da N2 vurunda 2N qədər hidrogen var. 2N. Oksigen də 4 birinci birləşmədə, H2-da da N qədər. 4 üstə gəlin. Bu qədər də oksigen var. Hidrogen oksigen olan nisbəti onun 7-yə olan nisbətidir. Yəni bunu hesablayaq. 2-yə xısar aparsaq, burada qalar N, burada qalar 5. 7N bərabərdir. 5-i bıraq məxrəcə. 20 üstə gəl 5N. Buradan da 7 ilə 5-in 2N bərabərdir 20-yə. N də bərabərdir 10-a. Aha, doğru cavabdır. Halal olsun sənə Aytən. Deməli, 38-də homoloqlar A, B, ümumi əlamətlər. Deyir, A və B üçün eyni ümumi əlamətləri seçməliyik biz burada. Homoloqlar amma. Homoloq biz bilirik ki, eyni sinifin nümayəndələridir də. Məsəl üçün, alkanda metan, etan, propan, butan bunlar bir-birinin homoloqdur. Alkində propen, buten. Yəni, eyni sinifin nümayəndəsi bir-birindən siyasi qədər fərqlənirlər. Deyir, eyni sinifə aiddir, bəli, bir doğrudur. Bütün fiziki xassələri. Xeyr, bu yanlışdır. Necə, fiziki xassələr necə eyni ola bilər ki? Sonra eyni kimyəvi elementlər, bəli, eyni elementlər olur da. Yəni, alkanlar, karbonlar, hidrogen, tutam spirtdir, karbon, hidrogen, oksigen, bəli, eyni element olur. Nisbi molekül kütləsi eyni deyil, bunlar izomir deyil, sadəcə homoloqdurlar. Molekulun kimyəvi rabitənin sayı da eyni olmaz, sadəcə yenə deyirəm, homoloqdur. Onda doğru cavab 1-3 olacaq, D variantı. Aha, doğrudur. Keçək 39-cu suala. Deməli, burada maddələr verib gliserin, yağ turşusu, propanal, metilin qruplarını sayı. Deməli, gliserin olacaq, açıq yazsaq, CH2OH, CHOH, CH2OH. Metilin qrupu. Metilin qrupu bilir ki, CH2-dir. 1, 2, 2 dənə metilin qrupu var. X olacaq 2. Yağ turşusu. Yağ turşusu butan turşusudur. CH3, CH2, CH2, COOH. Burada da metilin qrupu 1, 2, yenə 2 dənə olacaq. Sonra propanal. Propanal deməli CH3, CH2, COH. Burada metilin qrupu 1 dənədir. Bunları da müqayisə eləsək 2, 2, 1. X, Y bərabərdir böyükdür Z-dən. Deməli, X, Y bərabərdir böyükdür Z-dən. Amma deyəsən burada Aytən X-i 3 götürüb. Gliserində X-i 3 götürüb. Y-i 2, Z1. X-i niyə 3 götürüb? Metilin qrupu. Bu CH2OH deyil. CHOH da 3-ünü də götürübdür. Ayda, yəni burada sadə bir səhvə yol veribdir. Deməli, gliserində ortadakı CH2 deyil də. Artıq o metilin qrupu sayılmır. 2 dənədir gliserində. Yağ turşusunda da 2 dənədir. Propanalda 1 dənədir. Deməli, X, Y bərabərdir böyükdür Z-dən. X bərabərdir Y böyükdür Z, A variantı olmalıdır. Bu sualda artıq, yəni çox sadə bir sualda səhvə yol veribdir. Keçək 40-cı suala. Deməli, reaksiyalara əsasən X, Y və Z metallarının kimyəvi aktivliyinə görə müqayisə edin. Deməli, XNO3-də XNO2 plus O2. Burada deməli, bu metal qələvi metaldır. Məsəl üçün natrium olar. Natrium NO3 parçalı natrium NO2 plus O2. Bəli, bu da natrium kimi qeyd edilibdir. Pasiv metal kimi, yəni metalın özü alınırsa nitratın parçalanmasından, deməli burada metal pasiv olur, gümüşdür və yaxud civədir. Bu da ekvivalentdir, bəli, civədir, düz yazıbdır. Digərində metalın oksidi NO2 alsa, bu da ortaqdır bir metal. Məsəl üçün xrom olar, nə bilim, dəmir ola bilər. İndi bunların da aktivliyi müqayisə edəndə X böyük olacaq Z-dən, ən pasivi civədə bunların içində. X böyükdür Z-dən, o da Y-dən. X, Z, Y, B variantı. Bəli, doğrudur. Sonra 41-ci suala baxaq. Deməli, 41-ci sualda deyir ki, xlor hansı birləşmələrdə 3s N, bu N-də deyəsən ortadakı M-dir. Bir dənə kənarda yazılan baxın.
Deməli bu 3s-2 3s-n-dir, bu m-dir, bu yenə n-dir. Çünki kənarda yazdığından da başa düşdüm ki, 2, 2 bunlar bərabərsə, bunlar hər ikisi n-dir, ortadakı 3 yazıb, deməli m-dir. İndi deyir, hansı formula uyğundur? Deməli biz burada görürük ki, yəni bu xlor normalda 3s-2, 3p-5 olur. Yəni bunun D-sində elektron olmur. D-də elektron var, hətta S-in içindəki qədər var. Onda məsəl üçün P-dən elektron keçsə deyə, P-nin içində 2 dənə cütü var. İkisi də keçsə 3s-2, 3p-3, 3d-2 bu şəkildə olur. Yəni deyək ki, bəlkə S-dən də keçib. S-dən keçəndə D-də daha artıq olacaq, S-dən çox olar. S-dən D-nin içində eyni olmaq üçün P-dən ikisi keçər, 2 dəfə həyəcanlanıb. Buna uyğun gələndə 3 dənə burada tək var, 2 dənə burada. Cəmi 5 tək elektronu var. 5 tək elektronu varsa, deməli burada müsbət 5 oksijləşmə dərəcəsi göstərəcək. Biri xlor 2O5-dir, birinci də xlor 2O5-dir. Biri 1-dir, bəli. Bir də H xlor O3-dür. Bir də 4-dür. 1, 4, deməli D variantı, bəli, doğrudur. 42-ci sual. Uyğunluğu müəyyən edin. Reaksiyaları tamamlayıb kalium xloru üstünə fosforu gəndə kalium xlorla P2O5, bəli, ikinci də kalium xloru su, Jave suyun almasıdır. Üçüncü reaksiyanı da doğru yazıb. D reaksiyadan qaz halında maddə ayrılır. Qaz halında maddə ayrılır üçüncüdə. Yəni üçüncüyə götürərik A-nı. Sonra kibritin yanma reaksiyası birincidir. Birinciyə götürük B-ni. Disproporsiya tiplidir. Bu xlorun reaksiyası ikinci reaksiyadır. Çünki xlor sıfırdan həm mənfi birə, həm müsbət birə keçib. C aid olacaq ikinciyə. Sonra deyir, reaksiyadan turş oksid alınır. Həm P2O5, həm CO2, hər ikisi turş oksiddir. Həm 1-dən, həm 3-dən alınıb. Həm 1-ə yazırıq D-ni, həm də 3-ə yazırıq. BD-CAD. BD-CAD. B variantı doğrudur. 43-cü suala baxaq. Deməli, reaksiyanı yazaq. Tarazlıq sualdır. A2 plus 2B alınır 2C. Deyir ki, A-nın qatılığı 0,125 mol bölünsün litrdən 0,122 mol bölünsün litrə qədər azalmışdır. Deməli, bu bunun başlanğıcıdır 0,125. Azalmışdır. Bu da bunun tarazlıq, yəni artıq qalanıdır da, artıq bu qədər demir, bizə 0,122 mol bölünsün litr azalıb deyir. Bu litrə qədər, mol bölünsün litrə qədər azalıb. Deməli, axır olub bu. Bəs nə qədər sərf olunub? 0,125-dən 0,122-ni çıxanda 0,3-ü sərf olunubdur. Onda A da bu qədər sərf olunanda, gəlin B nə qədər sərf olunub, onu da tapaq. B də ondan 2 dəfə çoxdur əmsalı, 0,6 da B sərf olunar. İndi B-nin, deyir bu müddət ərzində B-nin qatılığının azalmasını hesablayın. Bizdən soruşduğu elə odur, B-nin qatılığının azalmasını, yəni B nə qədər sərf olunub soruşduğu odur. Bəli, doğru yazıb, doğru cavabdır. Sonra deyir ki, etilenin hidrogen xloridlə reaksiya məhsuluna natriumla təsir etdikdə hansı maddə alınır? Etilen CH2 qaz, CH2, hidrogen xloridlə üzərinə H xloru gələndə buradan alınır CH3, CH2 xlor. İndi natriumla təsir etdikdə bunun üzərinə də natrium gələndə ürs reaksiyası gedəcək, natrium xlorla birləşir. Etil radikalı da özü ilə CH2, CH3. Buradan da alınır, deməli normal butan, bəli, A variantı doğrudur. Deməli, 45-ci sualda deyir fotosintez prosesi. Sərf olunan CO2-nin kütləsi M, sərf olunan suyun miqdarı N, alınan oksigen kütləsi də M çıxılsın 14,4. Deməli, sərf olunan CO2-nin kütləsi M-dir deyir. Reaksiyanı yazaq, fotosintez reaksiyası CO2 plus H2O alınır C6H12 O6 plus oksigen. İndi əmsallaşdıranda bura 1,6, bura 1,6, burada 1,6 düşür. İndi deməli bizə verib sərf olunan CO2-nin kütləsi. CO2-nin alınan oksigen kütləsi də M-14,4. Deməli, aradakı fərq var. Gəlin bizdə CO2 ilə oksigen kütlələrini tapaq və aradakı fərqi də tapaq. Deməli, CO2-nin emeri 44-dür. Biz onu vurarıq mol sayına, yəni 6-ya. Bu eləyər 264. Sonra oksigen də 32-ni vuranda moluna 6-ya 192. Görək nə qədər azalıbdır. 264-dən 192-ni çıxarıq. Bu da eləyəcək 72 qram. 72 qram azalma var burada. Və sərf olunan suyun mol miqdarı. Suda 6 moldur hal-hazırda. Belə bir tənasüb qurarıq ki, bizdə 72 qram azalma olanda 6 mol su reaksiyaya daxil olmuşdur. Buradan da görürük ki, M çıx 14,4, yəni 14,4 qram azalma var.
14,4 qram azalma olanda buradan da yazıram n. N qədər su sərf olar. Buradan n nəyə bərabər olar? Deməli 14,4'ü kənarda vururam. 6'ya bölürəm 72'yə eləyəcək 1,2. Bu oldu n'in qiyməti. N'in qiyməti 1,2'dir. Mol miqdarı. M də sərf olunan CO2'nin kütləsi. CO2'nin kütləsini indi n 1,2 ise suyun üzerine yazırım 1,2. CO2'ye də bir dənə m yazaq. O CO2'ni tapaq tənasübdən. Buradan n nəyə bərabər olar? Kənarda yazıram. N bərabərdir. 264'ü vuruq 1,2'yə bölürük 6'ya. Deməli 264 vurulsun 1,2 bölünsün 6. Bu da eləyəcək 52,8. Bərabərdir 52,8. Deməli 52,8 m-in qiymətidir. 52,8'in də 52,8 m-dir. N də 1,2'dir. Bu da eləyəcək 53, 54. Deməli bizdən soruşduğu n-lə m-in cəmidir. Bu da eləyəcək 54 variant. Sonra keçək növbət suala. 46-cı sualda deyir ki, xromun üzərinə qatı nitrat gəlib. Buradan alınır xrom NO3 plus. Bura N mi yazılıb? N yazılıb. Xrom NO3 3'dür. Yəni buradakı N'dir. Bura N idi. Amma biz də bilirik ki, xrom qatı sulfatla, qatı nitratla, ya da duru nitratla da 3 valentdə duz alınır. Bir dənə duru sulfatla 2 valentdə. Deməli bu xrom NO3 3 olacaq. Bu da NO qazı olacaq. NO qazı. Ortaq metalların qatı nitratla reaksiyasından NO alınır. Deyir X qazını, yəni X qazı oldu NO. Bizə deyir X qazını oksidləşmə məhsulunun parçalanmasından almaq olar. X qazını oksidləşmə məhsulunun parçalanmasından almaq olar. Oksidləşmə məhsulu hansıdır? Oksidləşən xromdur burada. Sıfırdan gəlir müsbət 2. Oksidləşmə məhsulda xrom NO3 3'dür. Bunun parçalanmasından nə alınır? Buradan alınır xrom 2O3, NO2 plus O2. Buradan NO alınmır, NO2 alınır. Deməli bir yanlışdır. Sonra reaksiya daxil olan turşunun 75% duzun alınmasına sərf olunur. Biz bu reaksiyanı gəlin əmsallaşdıraq, hələ əmsallaşdırmamışıq. Ondan sonra bu sualları cavab verək də. Deməli xrom 0-dan 2'yə gəlir, 2 elektron verir. Azotda 5'dən gəlir 2'ye, bu da 3 elektron. Deməli 2, 3, yerini dəyişəndə 3, 2. Dəqiqə görün, burada 3 yazsaq. 3 dəfə 3'ün 9, 11. Yox, nəsə burada bir səhvlik yox. Bir də mən bunu kənarda hesablayayım, əmsallaşdırım. NO-ya gəlir. Mən niyə deyirəm 2 elektron? 5'dən 2'yə gəlir 3 elektron verir. Alır daha doğrusu. Deməli NO plus H2O. Açıq aydın yazacağım. Xrom 0-dan müsbət 3'ə gəlir. Azot müsbət 5'dən müsbət 2'yə. Yazırıq xrom 0-dan xrom müsbət 3'ə gələndə çıx 3 elektron. Azot 5'dən 2'yə gələndə bu da üstə gəlir 3 elektron. Yəni 3, 1, 1, yerini dəyişəndə elə 1, 1. Deməli burada 1'dir, burada 1'dir. Onda sağ tərəfdə əgər azot cəmi 4-dürsə, bura bir 4 düşəcək, xromda 1'dir. Suyun əmsalına bir dənə 2 yazırıq, düzəlir. İndi bizə deyir turşunun 75% duz alınmasına sərf olunur. Turşumuz 4 moldur. Onun görürük ki 1 mol duz əmələ gəlibdir buradan. 1 mol duzun içində amma 3 azot atomu var. Deməli 4 azotu, nitrat turşunun içində 4 dənə azot var. Onun 3'ü duzun əmələ gəlməsini sərf olunur. Biri də reduksiya məhsulları NO-nun içindədir. Yəni 3, 4'ün neçə faizini təşkil edir? Biz onu tapmalıyıq. Bu da eləyəcək 75%. Bəli, bu doğru ifadədir. Yəni əmsaldakı 1-lə getmirik. Azotun sayına görə 1 mol xrom NO3-də 3 azot var. 3, 4'ün 75%-ni təşkil edir. Deməli, hələ ki, yəni burada 2 doğrudur. Keçək səhifənin digər hissəsinə.
Üçüncü sualda deyir ki, X qazının sıxlığı havanın sıxlığından azdır. Deməli, X qazının sıxlığı X NO-dur da dedik. NO-nun da emeri 30'dur. Havada 29. 29'dan çoxdur, az deyil. Yəni, az miqdarda olsa, az da olsa fərqlənir. Yəni, çoxdur. Bu yanlış ifadə oldu. Sonra 6 mol su əmələ gəldikdə reduksiyacı 9 Na elektron alır. Verir, daha doğrusu verir yaz bura. Deməli, baxaq reaksiyamıza bir də. Deyir ki, 6 mol su əmələ gəldikdə. Bizdə suyun molu neçədir? 2 mol. Tənasib quruq. Deyir, 2 mol su əmələ gələndə bizdə reduksiya edici nə qədər elektron verir? Normalda elektron verən xrom, görürük ki, 3 dənə, elə bir dənə xrom var, o da 3'ün verir. Onda yazırıq 3 Na. İndi 6 mol su əmələ gələndə nə qədər elektron verir? X. X də bərabərdir 9 Na. Bəli, doğrudur. Yəni, bu da doğru oldu, 4-cü ifadə. Sonra 5'te deyir, reduksiya məhsulu duz əmələ gətirməyən oksiddir. Reduksiya məhsulu NO-dur, NO da duz əmələ gətirməyəndir. Bəli, bu da doğrudur. Deməli, doğru cavab oldu 2, 4, 5. Bəli, B variantı düz yazıb. Sonra hansı birləşmə, hansı reaksiya, həm birləşmə, həm də oksidaşmə reduksiya reaksiyasıdır. Deməli, həm birləşmə, həm oksidaşmə reduksiya reaksiyası olan elə B variantı düzdür. Çünki buradan alınır HNO3. Birləşmədir, həm də burada azotun, oksigenin oksidaşmə dərəcəsi dəyişir. Sonra 48-ci sualda deyir ki, alkan molekulunda sigma sp3 S rabitələrinin sayı 10'a bərabərdir. Biz də bilirik ki, alkanda sp3 S rabitəsinin sayı elə hidrogenin sayına bərabərdir. Çünki S'lər hidrogen, S orbitalı hidrogendir. Hidrogenin sayı qədər də sp3 S örtümü var. Karbon hamısı da sp3'dür. Yəni bu nə demək ki, 10 dənə yəni alkanda hidrogen var. Onda hansı alkanda bu? C4H10. Yəni hardan bilirik? 2 plus 2-ni 10'a bərabər eləyəndə 54 tapırıq da. Yəni alkanda deməli karbon sayı 4'müş. İndi hibrid orbitaların sayı müəyyən edin. Bir karbonda sp3 olanda 4 dənə hibrid çıxır. 4'ündə də 4 dəfə 4'ün 16 hibrid olacaq. Bəli, doğrudur. Düzdür 4'ündə də alkanda hibrid orbitalı 4 dəfə 4'ün eləyir 16. 49-cu sualda deyir ki, glukozanın qızqırmasından alınan üzvü maddə molekulunda karbon atomlarının sayını verib, alınan üzvü maddə molekulunda hidrogen atomlarının sayını da soruşur. Biz də bilirik ki, glukozanın qızqırmasından 3 cür maddə əmələ gələ bilir. Yağ turşusunun qapalı yazsaq C4H8O2, sonra etil spirti C2H5OH, bir də süt turşusu C3H6O3. Karbonu 4 olan yağ turşusu, yəni bu yağ. Yağ turşusu olanda bunun hidrogen neçə olur? 8. X olacaq 8. Sonra karbonu 3 olan süt turşusu. 3 olanı yazıram süt turşusu. Süt turşusunda 6 hidrogen var. Y olacaq 6. Digər etil spirtində 2 karbon var. Bu spirtdir və bu da hidrogen sayı yenə 6. Deməli 8, 6, 6. Bəli, doğru cavab Y variantıdır. 50-ci sualda deyir, maddələr doymuş bir atomlu spirt, bir də doymuş bir əsaslı karbon turşusu. Karbon atomlarının sayı NN, molyar kütlələr arasında münasibət qurmalıyıq. Deməli, spirtdə ümum formumuz CN, H2N, plus 1 OH. Plus 1 OH, nə yazdım mələ? Deməli, karbon turşusunda da CN, H2N, O2. Karbon sayı NN'dir. Mən də elə ümumi formula yazdım. Hər ikisində N qədər karbon var. Və indi burada molyar kütlələr arasında münasibət qurmalıyıq. Birincini verib M. Bu M nəyə bərabərdir? 14M plus 18. Bu spirtinkidir. X də bərabər 14M plus 32. Burada aradakı fərqi görürük ki, 32-dən 18-i çıxsaq, deməli, neçə eləyir? 14. Deməli, X M-dən 14 qram artıqdır. Yəni, X bərabərdir. M üstəgəl 14'ə. M üstəgəl 14. Bəli, doğru cavab C-dir. 51-ci sualda deyir ki, ammonyakın hansı maddələrlə reaksiyasında azotun valentliyi dəyişmir? Deməli, sulfat turşusu ilə reaksiya girəndə ammonyak ammonium iyonuna çevrilir. Ammonium iyonunda da oksidaşma dərəcəsi valentlik dəyişəcək. Yəni, ammonyakda 3 idi, ammonium iyonunda 4'ə keçir. Turşularla, yəni bu deyil, 1 deyil, 4 deyil. Oksigenlə yanma reaksiyasında deməli dəyişməyəcək. Bax, biri 2'dir, çünki reaksiya belədir. Ammonyak NH3 plus O2 alınır, N2 plus H2O. Bax, burada da 3 valentli idi, N2 də belə atılırdı 3 qat rabitə ilə. Burada da 3 valentlidir, dəyişmir, 1-2'dir. Sonra miso ilə reaksiyaya girəndə miso plus NH3 alınır mis, N2 plus H2O.
Azot burada 3 valentli idi. N2-də yenə 3-dür. Yenə dəyişmir. Biri də 3-dür. CO2 reaksiyasından nə alınacaq amonyakın? Karbamid əmələ gəlir. Deməli CO karbamid CO NH2 2 plus su əmələ gələcək. Burada da azot 3 valentlidir. Deməli burada da dəyişmir. H-larla yenə dəyişəcək. Turşularla dəyişir. Çünki NH4-də çevrilir. 4 valentli olur. Deməli dəyişməyən 2, 3, 5 Y variantı bəli doğru yazır. Suallar yerində dəyişdi. Bir dəqiqə. Deməli biz neçənci suala baxdıq? 51-ci. İndi bizə 52-ci sual lazımdır. Bir dəqiqə. Biz bura əlavə edək. Davam edək. Deməli 52-ci sualla digər şəklini yerləşdirdim. Deməli hidrogen sulfid və N2 azotdan ibarət qaz qarışığının həcmi 89,6 litrdir. Qaz qarışığından alınan H2SO4-ün maksimum kütləsi 196 qramdır. Deyir ilkin qaz qarışığındakı azotun mol payını hesablayın. Deməli biz burada nə edəcəyik? Biz bilirik ki, hidrogen sulfidlə azotdan ibarət qarışığın qaz qarışığından alınan sulfat deyəndə, əlbəttə ki, burada hidrogen sulfiddən alınıb sulfat turşusu. Yəni azotdan yox, hidrogen sulfiddən alınıb. Hidrogen sulfiddən də sulfat turşusunun alınması biz qısa tənliklə yazarıq. Yəni biz bilirik ki, bu birbaşa alınmır da, yəni mərhələ ilə alınır. Biz də bunu qısa tənliklə yazırıq. Əsas odur burada kürdün sayı bərabər olsun. İndi buradan 196 qram sulfat turşusu əmələ gəlir. 196. Özünün demiri 98. Hidrogen sulfidin gəlin burada molunu tapaq. X bərabər olacaq 2. Deməli 2 mol hidrogen sulfid var. Gəlin bu qarışığı da bir dənə mola çevirək. 89,6 litr 22,4-ə böləndə 4 mol deməkdir. Deməli bu 4 molun 2 molu hidrogen sulfiddirsə 2 molu da yerdə qalan azot olacaq. İndi azotun mol payını hesablayın deyir. 2-ni bölək ümumi həcmə, yəni 4-ə vuraq 100-ə. 2 4-ün görə neçə faizini təşkil edir? Bu da eləyəcək 50%. Bəli, doğru cavabdır C variantı. Sonra 53-cü suala baxırıq. Qarışığın tərkibi deməli kalium hidrit və kalsium hidritdir. Mol sayıları eynidir. Qarışığın kütləsi də M və buradan su ilə tam reaksiyasına alınan qələblər qarışığın kütləsi də M plus 4,8-dir. Deməli biz burada gəlin görək kalium hidritdən nə alınır? Alınan bərk maddə qələbi, yəni qələbə əmələ gələndə kalium hidroksid. Burada əmsala ehtiyac olarmı? Xeyr, birin birə nisbətindədir də. Yəni bir kalium varsa burada da bir kalium var. Sonra kalsium hidritdən də eyni qaydada kalsium OH2 alınır. Və bunların mol saylarında N verir. Belə N buna verib, N buna verib. Bunların arasında yəni bir dənə baxaq görək bunlar qələbəyə çevriləndə nə qədər artım olur. Birinci kalium hidritdən kalium hidroksidə çevriləndə bir oksigen qədər, yəni 16 qram artım buradadır. Altdakında da baxsaq bir kalsium, 2 hidrogen burada, 2 hidrogen burada, 2 oksigen qədər artıq. Yəni 32 qramda artıq budur. 16 üstə gəl, 32 bərabər 48 qram burada artıqlar. Amma hal-hazırda bunlar 1 mola görədir bu yazdıqlarımız. 1. Yəni cəmi tənasüb belə qurarıq ki, cəmi bunlar bu tərəfdən yazıram. 2 mol olanda burada arada artma 48 qram idi. Bunlar indi molların sayı da N. 2N olanda da 4,8 qram artma var. Görürük də burada arada N'dən olub N üstəgə 4,8. Buradan 2N bərabərdir. 2N bərabər olacaq. 10 dəfə keçib 0,2-yə. N də bərabərdir 0,1-ə. Bəli, 0,1-dir. Doğru cavab 0,1 yazıbdır. Düz yazıb. 54-cü suala baxaq. Burada deyir ki, naylon, kapron polimerləşmə dərəcəsi NN. Polimerləşməsi eynidirsə, elə bir də manqaların üzərində, yəni biz münasibət qura bilərik. Makromolekülunda deyir metilen qruplarının sayı X, Y. Deməli, biz bilirik ki, naylon lifində heksametilen diaminlə adipin turşusunun əmələ gəlib. Yəni biz bunu açıq yazsaq, NH lifin formulu CH2-dən 6 dənə NH, sonra CO, CH2-dən 4, CO. Bu olur naylon lifinin yəni quruluşu. Burada görürük ki 6, 4, 10 dənə metilen qrupu var.
Yəni x olacaq 10. Bəli, düz yazın. Kapron. Kaprondakı NH CH2-dən 5CO. Bu da kapron lifi. Enantolunun CH2-dən 6 olur. Deməli bu da 5. Onun da 5 olan nisbəti 2 olacaq. Doğrudur. Sonra deməli C5H5HN-dir. O. N C5HN deyil, aşağıda da yazıb. M-ə də oxşuyur, üzərindən N düzəldib deyəsən. Deməli C5 belə yazaq HNO. Deyir 0,1-dir. Tam yanmasından alınan maddələrin ümumi miqdarı da 1-dir. Tam yanmasından alınan maddələr nədir? Elə qısa yazıram. CO2-dir, bir də H2O-dur. CO2-nin əmsalına 5 yazarıq. H2O-da N eləmək üçün N bölünsün 2 yazaq ki, 2 vuranda orada da N qədər hidrogen olsun. İndi bu 0,1 bizə cədvəldə verib ki, 0,1 molundan 1 mol maddə alınır. Onda bunun 1 molundan da 10 mol maddə əmələ gələr. Deməli, əmələ gələn məhsulların mol sayı, mol cəmi 10 eləməlidir. Yəni, bu 5 ilə N üstəgəl 2-nin cəmi bərabərdir 10-a. Buradan, deməli, N üstəgəl, N bölünsün 2, daha doğrusu, N bölünsün 2 bərabərdir 10-dan 5-in çıxanda 5, N də bərabərdir 10-a. N'imiz də 10'dur. İndi bizə nəyi soruşur? Yanan maddə molekulu neçə atom var? Formula olacaq belə C5H10O. C5H10O. Burada neçə atom var? Yanan maddə molekulunda deyir neçə atom var? Burada da 5, 10, 15, bir dənə bu. 16 atom var. 16. Yəni doğru cavab burada 16 yazıbdır. Bəli, doğrudur. Hə, 56-cı sualda deyir ki, Y-in 1 molunda olan ion rabitələrin sayının polyar kovalent rabitələrin sayına nisbəti 0,6 olarsa, doğru olanları müəyyən edin. Burada əslində bu hesablamalarla getməyə də bilərik. Elə baxan kimi, yəni bilinir də bu hansı maddələrdir. Deməli, H3PO4-ün üzərinə kalium OH gələndə alınıb X, X-in üzərinə kalium OH gələndə Y. Bu da yekun. H3PO4 birbaşa kalium OH gələndə yenə Y. Deməli, burada alınan bu B var, B. A ilə C-nin cəminə bərabər olmalıdır. Yəni, mərhələ də alınıb da birbaşa alınır. B, A ilə C-nin cəminə bərabər olur. 1 yazıb, bir də bəli, B 3-dür. A ilə C-nin cəmi də 3 eləyir. Bəli, 1 doğrudur. Sonra bir də 4 yazıbdır. 3, 1 ilə 2-ci cəmi, bəli, bu da doğrudur. Yəni, belə deyək də, biri kalium hidroortofosfatdır və yaxud dihidroortofosfatdır. Ona görə dəyişir də. Yəni, elə bir ki, bir dəfə A gələndə, 1 gələndə birində kalium dihidroortofosfat, sonra da kalium hidroortofosfat və yaxud əksinə də ola bilər. Yəni, 1 gəlblər üzərindən hər dəfə kaliumun sayı artar. Onda da iyonu elə hesablasaq, bu iyon sayı, bu ifadəni, bu yazılan qiyməti verəcək. Yəni, o şəkildə də gedə bilərik. Amma birbaşa buradan da tapa bilərik. İstəyirsiniz, yəni o şəkildə də bir dənə yazaq. Tutalım, birinci yazmışıq A2-dir, B3-dür, C1-dir. A2 olanda, yəni 2 kalium OH gələndə, B-də 3 olanda, C-də 1 olanda. Deməli, X maddəsi olacaq kalium 2, HPO4. Və onun üzərinə bir dənə kalium OH gələndə kalium 3, PO4 və bizə deyir ki, Y-in 1 molekulunda olan ion rabitənin sayı polyar kovalent rabitənin sayına nisbəti 0,6-dır. Görək, doğrudurmu? Y-də ion rabitə kaliumun valentliyin vuranda sayına 3-ə 3 dənə ion var. Bu 3-ü kovalent rabitənin sayına. Kovalent də 5-dir. 5-ə böləndə 0,6 edir. Bəli, doğrudur. İndi digərində də A lap 1 olsun, B3 olsun, C2 olsun, B3 olsun. Fərq yoxdur. Yenə yekun məhsul eyni məhsul olur. Yenə eyni cavabı alırıq. 57-ci sualda nədir? Deyir, yoğunluğu müəyyən edin. Natrium hidroortofosfat, formulunu düz yazıb, natrium 2 HPO4. Natrium dihidroortofosfat, natrium H2PO4, natrium ortofosfatda natrium 3PO4. İndi bunları yoğunlaşdıraq görək. Deyir, duzun xassəsi və tipi. H3PO4 ilə daxil olmur, deyir. Daxil olmayan natrium dihidroortofosfatdır, yəni ikincidir. İkinci A görək, düz yazıb, bəli, 2A yazıb. Sonra natrium H ilə daxil olmayan natrium ortofosfat, natrium 3PO4-dür. Artıq natrium 3 olanda natrium H ilə girmir də, yəni natriumun belə deyək, yeri yoxdur artıq. Deməli, üçüncüyə aid olacaq B, düzdür. H3PO4 və natrium H ilə daxil olur. Hər ikisinin daxil olan natrium hidroortofosfat, yəni birinci.
Birinciyə C. Aha. Sonra 2 qat duz, normal duzdur deyir. Normal duzdur. Bir dənə üçüncü. 3-ə D. 2 qat duzdur. Bəli, qarşısına yazıb heç biri. Bəli, burada 2 qat duz yoxdur. Deməli 1-ə C, 2A, 3-ə də B, D. Doğru yazın. Sonra gələk situasiyaya. Deyir, qapalı qabda CH3 CO natrium gəmdən reaksiya yazaq. CH3 CO natrium üzərinə gəlik. Natrium OH. Buradan alınır CH4 plus natrium karbonat. Aha. Deməli burada deyir ki, qrafikdə görürük ki, 2 dənə əyri yuxarıdan aşağı gəlir, ikisi də alınır. 2 dənə yuxarıdan aşağı gələn biri natrium asetatdır, biri də natrium OH-dır. Amma eyni nöqtədən gəlir, bərabər miqdardan. Biri tam sərf olunub axıra qədər, biri artıq qalıbdır. İndi kütlələrini biz aşağıdan qeyd eləsək, deməli natrium asetatın emeri neçə olar? Biz əvvəlcə natrium asetatın emerini hesablayaq. 59-dur. 59-un üstünə də 23 gələrik. 59 üstünə də 23, 60, 23, 82. Aha, deməli bunun emeri 82-dir. Natrium OH-da 40-dır. İndi 82 ilə götürsək hər ikisini, hansı tam sərf olunar? Natrium asetat. Deməli tam sərf olunan natrium asetatdır. Natrium OH-dan da artıq qalır. Aha, indi bildik ki, yəni bu uzun axıra qədər qrafika bu deyən CH3 COO natrium. Bununkudur, bu birisi də natrium OH-ınkidir. Bu bir səydir. Belə. Sonra alınan məhsullar. Alınan məhsulları da bir dənə müəyyən eləyək. CH4-ün emeri 16-dır, natrium karbonat 106-dır. Hansı böyükdür? Natrium karbonatdır. Deməli bu natrium karbonatdır. O birisi də digər ən aşağıdakı da CH4-dür. Burada yazıram CH4. Aha. İndi nəyi soruşur? Deyir A, B və C-ni müəyyən edin. Biz burada görürük ki, bunlardan CH4-ün miqdarı var, məlumdur. 3,2. Deməli CH4 3,2 qram əmələ gəlib. Yazıram üstünə 3,2. İndi burada hansı maddə nə qədər girib? Alınan natrium karbonat nə qədərdir? Bunlar hamısını tapaq metana görə. Deməli görürük ki, 16 metan 16 idi, olub 3,2. 0,2 dəfə artıb. 82 ilə vuranda 0,2-yə 16,4 budur. 8 budur. 212, 21,2 də budur. Natrium karbonatı yəni. Aha. İndi gördük ki, gələk natrium, CH3CO natriumu deyək birinci. CH3CO natrium B-dən axıra qədər sərf olunur. Elə B deməli neçədir? 16,4-dür. Bu B-nin qiyməti. Aha, düz yazıb, B-ni 16,4 yazıb doğrudur. Bizə 58-də deyir ki, A, B və C-ni də hesablayın. Aha, gələk indi A-ya. Hələ A görə yanı tapa bilirikmi? A nədir? Hə, tapa bilirik. A da natrium hidroksidin artıq qalan miqdarıdır. Deməli, natrium hidroksid B qədər, 16,4 qədər götürülüb və 8-i girib, 8 qram natrium OH sərf olunub, yazıram, sərf. Onda 16,4-dən 8-in çıxanda, onda 4 deyib, onda 8 yazıram. 8-in çıxanda 8,4 qram natrium OH neyinir? Artıq qalır. Aha. Deməli bu artıq qalan natrium OH-ın miqdarı A 8,4 olacaq. Bəli, bunu da düz yazıb, düz yazıbdır. C-də alınan natrium karbonatı və 21,2 qram yazmışıq da bizdə tənlikdə üzərinə. Bəli, bunu da düz yazıb. 58 doğru. Keçək 59-a. Burada nə deyir? Neçə litr X qazının ayrıldığını hesablayın. İndi bir dəqiqə hələ şərti oxuyaq. Şərt nədir? Reaksiya başa çatdıqdan sonra qabda qalan bərk qalıq, üzərinə H-xlor məhlulu əlavə edən zaman qabdan X qazının ayrılması müşahidə olunur. Deməli, biz indicə dedik ki, natrium hidroksiddən də artıq qalır. Yazmışıq 8,4 qram natrium hidroksid. Bir də natrium karbonat əmələ gəlib 21,2 qram. Və bizə deyir ki, qabdakı bərk qalığın tam reaksiyasına. Qabda bərk qalıq qalıb, o da H-xlorla reaksiya girir. Hər ikisi girəcək reaksiya. Həm natrium OH girəcək H-xlorla, həm də natrium karbonat. Yazaq, ikisinin də reaksiyasını yazaq. Yazıram birinci natrium OH plus H-xlor. Natrium xlor plus H2O. Bir də natrium karbonat plus H-xlor. Natrium xlor, CO2, H2O. Aha, burada əmsallaşdıraq. Bura 1-2, burada 1-2. İndi dedik ki, natrium OH nə qədər qalıb? Artıq qalanın qoyacaq üstünə. 8,4, özü də 40.
İndi görə bu natrium 8,4 qram daxil olanda burada nə qədər H-xlor sərf olunub, onu tapaq. Biz H-xlorun həcmin verib. Axırda onunla bağlı yəqin nəsə olacaq suallarda. Deyir, qazdan ayrıldan hesablayın. Məsələn 60-da deyir H-xlorun molyar qatanı hesablayın. Demək H-xlorun hər iki reaksiyada yəni mol miqdarlarını tapaq. Üzərinə nü yazıram, nü. Altdan 1, buradan 2. Deməli burada nü nəyə bərabər olacaq? Birinci reaksiyada 8,4-ü 4-ə bilərik. Yəni ki 84 4'e 21 21 0,21. Bu H-xlorun mol miqdarı oldu. Natrium xloridin də mol miqdarını tapsaq, çünki burada deyir neçə mol duz alındığını 60'da duzun adını çəkir. Duzlar da lazımdır bizə. Deməli burada da bir x qoysaq, x bərabər olacaq elə 0,21'ə. Sonra natrium karbonat nə qədər əmələ gəlmişdi qrafikdə? C qədər. C-də neçə oldu? 21,2. Yazıram üstünə 21,2, özü də 106. Buradan da nüyünü tapaq. Bu da 0,4 eləyəcək. 0,4 mol H-xlor burada sərf olundu. Alınan natrium xlorida 1x qoysaq, özü də 2 mol. Bu da deməli 0,2 vuranda yenə 0,4 də natrium xlor əmələ gəlir buradan. İndi bizdən tam olaraq soruşduğu nədir? Əvvəlcə 59'a baxaq. Deyir, neçə litr qazın ayrıldığını. Ayrılan qazda CO2'dir. Bunun üstündən bir yazaq Y litr. Altdan 22,4 litr. Buradan Y nəyə bərabər olar? 0,2'ye vuranda. 4,48. Bəli, doğru yazıb. Ayrılan qaz 4,48 litrdir. Bu ikinci reaksiyada tapdıq CO2 qazıdır. Və reaksiyanın tam iyon tənliyini yazın. Reaksiyanın tam iyon tənliyi, elə bu aşağıdakı tənliyi tam iyon şəklində yazsaq, 2 natrium müsbət plus CO3 2 mənfi plus 2H müsbət 2 xlor mənfi alınır 2 natrium müsbət 2 xlor mənfi plus CO2 plus H2, bunlar olduğu kimi qalır. Tam tənlik budur. Qısa iyon tənliyi desə, qalar H müsbət, CO2 mənfi, alınır CO2 ilə H2. Bu tam tənlikdir. Bunu da görək yazıbmı? Aşağıda yazıbdır. Bir dəqiqə. Deməli, lütfən bu tərəfə çəksək. Yazıbdır natrium müsbət. Tənlik doğrudur. Yazıb qeyd edibdir tam tənliyi və yazıb yanında tam iyon tənliyi. Bəli, doğrudur. Yəni 59 tamamilə doğru yazıb. Keçək 60-cı suala. H-xlor məhlul reaksiyanın sonunda qabda neçə mol duz alındığını, H-xlor məhlul reaksiyanın sonunda qabda neçə mol duz alındığını. Demək H-xlor 2 reaksiyada daxil oldu. Birində alınan duzun mol miqdarı 0,21 oldu, işarələyirəm. Birində də 0,4 oldu. Alınan duzun mol miqdarı 0,21 üstəgəl 0,4 0,61 olacaq. Bəli, bu birinci duzun miqdarıdır 0,61. Sonra bu birincinin cavabı olsun. İkincidə də deyir ki, H-xlorun molyar qatığı. İndi H-xlorun mollarını da toplayaq. Molları biri 0,21'dir, bir də 0,4'dür hər iki reaksiyada. Cəmi nə qədər H-xlor sərf olunub? Deməli, U bərabər 0,21 üstəgəl 0,4. Yəni təsadüfən duzla molun, duzla turşun molları eynidir deyə yenə buradan 0,61 çıxır. Bu nədir? Nəyin moludur? H-xlorun. Və bizə H-xlorun həcmi 122 milli verib. V bərabərdə 122 milli, bunu da litrə çeviririk. 0,122 litr. İndi buradan C-ni tapırıq. C bərabər nü bölünsün V. Yəni 0,61'i bölürük 0,122'ye. Bu da bərabər olacaq. Elə ki 600 onu 122'ye böləndə 61'e gedəndə onu da 2'ye böləndə 5. Buradan qalacaq 5. Deməli, bu da doğru yazıb elə burada yazıb. C bərabər 5 yazıb. Bir də baxım görün birincinin cavabında düzgün qeyd edilibmi? Deməli, toplayıb 0,161. 0,161 nünün qiymətidir. Bu da C-nin qiyməti. İndi yəqin ki orada cavab fərqində tam yazmış olar da. Burada bütün hər şeyi yazıbsa, indi duzun miqdarını da yəqin ki orada qeyd edibdir. Belə. Yəni doğrudur. Bu cavablar bunlar hamısı doğru yazıbdır. Deməli bizim bu şagirdimizin, yəni mənim bu şagirdim Aytən həmişə sınaqlarda 30 yazan qız gəlib qəbul sualında bir dənə ən sadə bir sual bayaq özünüz də gördünüz orada deməli nə idi? Gliserində metilin qrupunu sayın 3 götürüb.
Halbuki 2 dənə metilen qrupu var. CH-ı da CH2 kimi götürüb. Ona görə yəni artıq 29 dənə düz oldu. Təəssüflər olsun ki, amma yenə də yaxşıdır, gözəl bir nəticədir. Amma 30 olsaydı daha yaxşı olardı. Belə, hər kəsə uğurlar.